Dostlar, belə bir qəşəng kaloda ilə gəlmişəm yenə. Sevgiyə aid baxacağım. Sevgiyə aid. Baxaq görək, indiki münasibətiniz necədir? Həyatınızdakı insan necə bir insandır? Onun sizə qarşı hissi, sizin ona hissiniz və sonuc necə olacaq? İki variant qoyuram. İndiki münasibət. Həyatınızdakı insan, onun sizə hissləri, sizin ona və sonucunuz. 1 və 2. Və mən dostlar birinci variantdan başlayıram. İndiki münasibətiniz. Bir çoxunuz sevgi üçbucağındasınız. Görürəm, tək deyilsiniz, 3 nəfərsiniz bu sevgi mövzularında. Və burada sevgidən çox burada ehtiras var. Həyatınızdakı insan yaxşı insandır, yaxşıdır, düzgünlük istəyən adamdır, safdır, ağıllıdır. Pis görmürəm bu adamı. Onun sizə hissi, hissləri çoxdur. Çox hissləri var, sevgi hissi var bu adamın. Deməli siz ola bilsin həyatınızda, bundan başqa biri də var sizin. Ehtimal çox ki. %100 bir çoxunuzun sizin özünüzün sekretləri var bu adamdan. Sizin ona. Bəli. Və burada belə bir şey deyim dostlar. Sonuç olaraq belədir də burada. Çox böyük ehtimal ki, o sizə daha bağlıdır. Və burada qopa bilməmək mövzusu var. Şüşdünüzmü? Və siz, mənə belə informasiya gəlir, hisslərinin əsiri olub burada insan və bu daha çox odur. O sizdən qopa bilməz. Və burada magiyada əl atmışsınız. Ehtimal çox ki siz, mənə belə gəlir dostlar. Bax, belə bir münasibət var burada. Bu dəqiqə mən, bəli hisslər var, amma bu dəqiqə mən burada evlilik belə bir ciddi temalar görmürəm, amma münasibət belədir bu dəqiqə birinci variant. İkinci variant, münasibətiniz, burada hisslər var, çox hissiyatlı qadınsınız, qadınların çoxsu bura baxan, kişi də ola bilər, hissiyatlı insansınız, yaxşı insansınız, kömək eləyən insansınız, həssassınız, hər şey hissiyatı yanaşırsınız və sizin hissləriniz də var. Həyatınızdakı insan çox yaradıcı insandır, aktiv insandır, burada güclü insandır, zəif insan deyil, mən onu deyim sizə. Sizi sevir, 100% sevir dostlar. Sevir, sevir. Bir dəqiqə. Sevir. Ve burada siz çok kıskançsınız, busursuz, güdürsüz insanı çok pusup güdürsüz. Böyle bir şey diyeyim, buradaki münasibət sonuç olarak necə ola bilər? Ben bu dəqiqə burada da evlilik görmürəm, bu dəqiqə görmürəm, ama burada belə təmənnasız deyil də heç nə. Məsələn, sən mənə verirsən, mən sənə verirəm. Əvəzində şaşdınızmı? Təmənnasız sevgi görmürəm burada. Sevgi var, bəli, amma təmənnasız deyil. Bəli, bu adamdan sizə hədiyyə də var, pul da ola bilər.
Amma nəyisə əvəzində də ola bilər, başa düşürsünüz. Bax, belə bir münasibət görürəm burada da. Sevgi temasında dostlar. Yenə açımlar edəcəm. Maraqlıdırsa səhifəmi izləyin, abunə olun, klass verin. Çöldə baxdığıma görə səsimi biraz yavaşıdaraq danışıram. Yəqin ki, eşidirsiniz. Sağ olun dostlar.